ChatGPT-dən çox istifadə edirsinizsə və artıq ondan asılı vəziyyətə gəlmisinizsə, bu videomu diqqətlə izləyin. Günümüzdə bir çox insan istifadə edir və bunu xüsusilə yol ilə bağlı harasa gedərkən naviqasiya proqramları şəklində və yaxud yazı işlərində istifadə edirlər. Xüsusilə məqalə, e-mail yazarkən, inşa yazarkən ChatGPT-dən soruşurlar və öz beyinlərini heç işlətməməyə çalışırlar. Əslində isə bu bir çox xəstəliklər üçün artıq yol açmış olur. Ona görə naviqasiya proqramları sayəsində yol getməyə çalışmayın. Evi yoxdur, canlı insandan soruşun, biraz gec gedin, yolu axtarmağa çalışın, amma öz beyninizi istifadə edin. Xüsusilə hipokampal bölgənin inkişafını təmin edəcəksiniz bu yolla. Hansı ki, yaddaş xəstəlikləri üçün bizim bu beyin bölgəsini inkişaf etdirməyimiz olduqca vacibdir. Həcmi böyüyür bu zaman və daha güclü bir hala gəlmiş olur. İkinci növbədə isə qeyd etmişdim, yazı işləri ilə bağlı. Yazı yazmaq öz beynimizin məhsuludur və belə də olmalıdır. Bu zaman daha gözəl cümlələr, daha yaradıcı fikirlər ChatGPT tərəfindən sizə təklif edilə bilər. Amma bu zamanda beynin düşünmə, yaddaş, xatırlama kimi vacib göstəriciləri ilə əlaqədar mərkəzləri passiv vəziyyətdə qalır və biz onu artıq işlətmirik. Ev yoxdur, çətinlik çəkin, cümlələriniz xoş olmasın, göndərdiyiniz qarşı tərəfin xoşuna gəlməsin. Amma zaman içərisində birazca vaxt sərf edərək bu yazı yazmağı özünüz öyrənməyə çalışın. Bu zaman beyniniz qeyd etdiyim yaddaşla əlaqədar bölgələrini və bütün koqnitiv funksiyalarını ümumiyyətlə yaxşılaşdırmış olacaq. Ona görə də bugündən etibarən artıq ChatGPT-ni yox, öz beyninizi istifadə etməyə çalışın.